Hər vaxtınız xeyir olsun. Gündəm xəbər nefrində günün ənənəvi olaraq hava haqqında məlumatını diqqətinizə çatdırırıq. Bugün noyabrın 18-dir və noyabrın 19-na olan hava haqqında məlumatı Milli Hidrometeorologiya Xidməti açıqlayıb və sizə təqdim edirik. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, lakin sabah hava yağmursuz olacaq və mülayim cənub-qərb küləyi əsəcəyi ehtimal edilir. Havanın temperaturu isə gecə 10-14 dərəcə və gündüz isə 17-22 dərəcə isti olacağı gözlənilir. Məhz Azərbaycanın rayonlarında da havanın yağmursuz keçəcəyi ehtimal edilirsə, bəzi yerlərdə arabir duman olacağı və şərq küləyi əsəcəyi də istisna edilmir. Havanın temperaturu isə gecə 7-11 dərəcə isti, gündüz isə 17-21 dərəcə isti olacağı proqnozlaşdırılır. Dağlarda isə gecə 0-4 dərəcə isti, gündüz isə 7-12 dərəcə isti olacağı proqnozlaşdırılır. Bu da noyabr ayının 19-na olan günün hava haqqında məlumatı idi.